Lənkəranda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb. Hadisə rayonun Şovu kəndində qeydə alınıb. 22 yaşlı Murad Mirzəzadənin idarə etdiyi VAZ 2106 markalı maşın Eldəniz Əmrəyevin idarə etdiyi Renault markalı nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində VAZ 2106 markalı maşının sürücüsü və digər avtomobildə olan sərnişinlər 7 yaşlı Xədicə Məmmədli, 12 yaşlı Fatimə Əmrəzadə, 17 yaşlı Elza Əmrəzadə və 17 yaşlı Şəlalə Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 10 oktyabr 2025-ci il tarixində saat 08:00 radələrində Lənkəran Lirik yolunun Şovu kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsinin nəticəsində 5 nəfər, 4-ü qadın, 1-i kişi olmaqla Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda pasiyentlərin müalicələri təcili yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.